Salam, hər vaxtınız xeyir. 11-ci sinif 2025 tem toplusundan isim bölməsinin, yəni Cases of Nouns qolunun izahına başlayırıq. Cases of Nouns nə deməkdir? İsmin hal kateqoriyası, yəni ki, ismin yərik halı, və yaxud da ki, adi, adlı halda ola bilər. Amma adlı halda olan suallar düşmədiyi üçün sırf yərik halda olan suallara baxacağıq. Choose a sentence with the noun in the possessive case, yəni yərik halda olan cümləni seçməliyik. Yəri halda olan cümləni seçmək üçün ilk növbədə burada qeydləri çox yaxşı öyrənmək lazımdır ki, burada variantlardan çıxış edib bizim əsl variantımızı ortaya çıxara bilək. A variantında very biz bilirik ki, apostrof s-dən sonra nələr olarsa biz bunları yərik hal götürə bilmərik. Burada da gördüyünüz kimi verydir. Məsələn, ing-li söz gələrsə, saylar gələrsə və digər article gələrsə və s. Bunlar yərik halda hesab olunmur. Apostrof s, is və yaxud da həzin qısaltması kimi götürülür. Vozun qısaltması yoxdur bu arada. Is, həz ya da apostrof s yərik hal kimidir. Yəni apostrof s-in 3 dənə funksiyası var. Burada isə where gəldiyi üçün biz bunu uzun sözün qısası yərik hal götürə bilmirik. B variantında going to Europe var. Burada əgər going-dən sonra to varsa, demək ki, bu harayasa getmək mənasındadır. Ona görə bu da apostrof s yərik hesab olunmur. Amma ing ilə istifadə olunan bəzi isim formasında olan sözlər vardır ki, məsələn, kiminsə gəlişi, gedişi, çatması, arriving, coming, going və s. Bu zaman apostrof s-dən sonra istifadə olunub yərik kimi götürülə bilər. Amma hal-hazırda burada yərik deyil. Çünki burada ikinci bir xəbərimiz yoxdur. Birinci əsas fikir verməli olduğumuz, bir də ki, going-dən sonra to istifadə olunubdur. Ona görə də bu yərik hal hesab olunmur. C variantına baxırıq ki, burada apostrof s-dən sonra made gəlib, burada da yəni feil gəlib. Ona görə də bu da yərik hal hesab olunmur. Bu da çox ehtimal ki, has made-in qısaltmasıdır, həzin qısaltmasıdır. D variantı qalsın, professor's words, amma Y variantına baxırıq. WH-lərə artırılan apostrof s heç bir zaman yərik hal deyil. Bunu yadda saxlayırıq. Və yaxud da ki, itə artırılan apostrof s yərik hal hesab olunmaz heç vaxt. Yəni, bunlar, məsələn, itdən başqa she, he, bunlara artırılan apostrof s də yərik hal hesab olunmur. Burada qalmışdıq D variantında. D variantındakı professor's words burada bütün düsturu ödəyir. Yəni, düsturumuz nə idi? Yərik halda olan apostrof s üstəgəl noun. Yəni ki, apostrof s-in artırıldığı da isim olmalıdır. Yəni, noun, belə qeyd edək. Noun apostrof s üstəgəl noun şəklini ödəməlidir. Burada noun olmuyor, birbaşa yəni isim gəlməyib, sifət üstəgəl isim və yaxud da say üstəgəl isim də gələ bilər. Bu sizi çaşdırmasın, amma nəticədə ismi yanında olarsa sifətin və ya sayın, bu da bizim ümumiyyətlə yərik halımızı ödəmək üçün əsas şərtlərdən biri hesab olunur. Ona görə burada cavabımız olacaq D variantı. İkinci suala baxırıq. A variantında gördüyünüz kimi readingdən başqa bir xəbərimiz yoxdur. Ona görə bunu götürə bilmirik. B variantında ümumiyyətlə got-dur, article-lardır, been-dir. Bunlar gələrsə biz bunu yərik hal hesab etmirik. Və C variantında da bu yərik hal deyil, has got-un qısaltmasıdır. D variantında Alyssa's granny bu qalsın. Y variantında isə Pat apostrof s my burada da ikinci bir xəbərimiz olmadığı üçün yərik hal hesab olunmur. Cavabımız D variantıdır. Alisa'nın nənəsi. Görürsüz, apostrof s artırılanda da isim, nitq hissəsi isimdir və özündən sonraki da nitq hissəsi isimdir. Üçüncü suala baxırıq ki, üçüncü sualda isə Helen's apostrof s qoyulub, amma burada yərik hal hesab edə bilərikmi? Apostrof s yərik hal hesab olunurmu? Bəli, çünki new'dan sonra isim verilib və is ikinci bir xəbərimiz də var. Cavabımız A variantıdır. Gəl indi növbəti başqa digər suallara da baxaq. Burada A variantıdır. Digər variantlara baxsaq, artiklı var, apostrof s-dən sonra artiklı olmaz, yərik hal olmaz. İkinci bir xəbərimiz olmadığı müddətcə writing olmaz, artikl olmaz. Cavabımız elə A variantı. Dördüncü suala baxırıq. It is warmer there than usual today.
Itdən sonra apostrof S dediyimiz kimi bayaq dedik ki, ümumiyyətlə apostrof S yəli hal hesab olunmur. Burada da child's gift var, isimiz də var. Elə cavabımız B variantıdır. Daha sonra cavabımız B variantı olacaq. Ümumiyyətlə WH-lərə qoşulan apostrof S yəlik hesab olunmur. Y variantında da elə verilib. Bəs D variantı niyə deyil? Çünki wearing-dən başqa burada xəbərimiz olmadığı üçün bu da hesab olunmayacaq. Apostrof S-imiz yəlik al. 5-ci suala baxırıq ki, women's making. Və burada da ikinci bir xəbər olmadığı üçün elə 5-ci sualda da A variantı deyil. B variantına baxırıq ki, Anna sent. Burada da hesab oluna bilməz. Çünki burada has sent-in qısaltmasıdır. Already gəlibdirsə, bu da ümumiyyətlə yəlik hal deyil. Children's success, uşaqların uğuru makes, aha, bu ola bilər. D variantı düzdür. Çünki uşaqların uğuru deyir burada. Y variantı isə Pat's got deyir burada. Burada has got-un qısaltmasıdır. 6-cı suala baxırıq ki, yenə got var. Bu da hesab olunmur yəlik hal. B variantında da received, has received-in qısaltmasıdır. It is-ə qoşulubdursa, bu it is-dir. Yəlik hal deyil. D variantında reading-dən sonra başqa gördük bir xəbər varmı? Xeyr, hərəkət bildirən digər bir söz olmadığı üçün bu da yəlik hal hesab oluna bilməz. Cavabımız burada Y variantıdır. Children's room, uşaqların otağı işıqlı və rahatdır. 7-ci suala baxırıq. Burada da yeni görürsünüz ki, ikinci bir belə deyək də, ikinci bir hərəkət bildirən sözümüz var. Sadəcə olaraq bu kompleks obyekt yaradıb. Yəni bu tamamlıq funksiyasındadır. Swimming burada hərəkət deyil. Ona görə A variantı deyil. Alisa got, bu da getdi. He is olmaz, bayaq dedik. Burada father's research was da var hətta. Ona görə cavabımız D variantıdır. Bəs yaxşı, niyə Y variantı deyil? Y variantı çünki always gəlib, bu da olmaz. 8-ci suala baxırıq. Bu tipdə suallar çox düşür. Ümumiyyətlə bunlara fikir verin və məncə çox da rahat suallardır. O qədər çətin bir sual deyil. Gəlin indi onları analiz eləyək.